hamını çıxartdı takipdən. Nə dərəcədə bu səmimidir? Çünki sən onunla birlikdə 24 saat deyilsən. Sən dəqiqə başı onun telefonu əlində saxlamırsan və əlbəttə ki, ona kimə lazımdır, o baxacaq. Və burada artıq başlayır əks effekt. Hamınız indi yadınıza salacaqsınız nə vaxt uşaqlıqda sizə nəsə lazım deyildi. Amma valideynlər bunu qadağa etdiyi üçün sizin marağınız ona daha da oyanırdı. Siz daha da istəyirdiniz daha çox etmək. Bəlkə də istəyirdiniz edəcəm, bu dəfə də keçdi tapmadım. Kim uşaqlıqda tam bilmirəm, siqaret çəkirdi. Kim uşaqlıqda nə bilim qızlarla, ya oğlanlarla danışırdı və sizə icazə vermirdilər. Kim uşaqlıqda gizlin hansısa o nəsə edirdi və biri var, sən onu edirsən və heç düşünmürsən bu haqda. Amma qadağa olan kimi bunu istəyirsən daha çox, daha böyük marağın oyanır. Sanki sən girirsən hansısa yarışa, harda tapmacadır, tapacaq, tapmayacaq.